İslam insanları çətinliyə salmaq üçün deyil, onların dünya və axirət saadətini təmin etmək üçün göndərilən bir dindir. İslam alimləri Quran və sünnəni araşdıraraq belə nəticəyə gəlmişlər ki, İslam şəriəti 5 böyük neməti qorumaq üçün göndərilmişdir. Birinci, dinin qorunması. Allah İslamla insanın imanını və Allahla əlaqəsini qorumaq istəyir. Çünki insanın yaradılış məqsədi, qayəsi Allah ibadətdir. Baxın, Allah tövhidi əmr etdi, şirk və küfrü qadağan etdi, insanları salih əməllərə təşviq edir, namaz, oruc, zəkat kimi ibadətləri vacib buyurur. Nə üçün? İnsanın dini qorunsun deyə. İkinci, canın qorunması. Dinimizdə insan həyatı çox dəyərlidir. Günahsız bir insanın öldürülməsi bütün bəşəriyyətin öldürülməsi kimidir. Allah istəyir ki, canlar qorunsun. Buna görə də qətli, intiharı haram etmişdir. Adi yol qaydalarına əməl etmək belə canın qorunması məqsədinə xidmət eləyir. Üçüncü, ağlın qorunması. Ağıl insanı digər məxluqlardan üstün eləyən böyük bir nemətdir. İnsan məhz ağlı ilə haqqı batildən ayırır. Buna görə də spirtli içkiləri, narkotikanı, sərxoş edici maddələrin hamısını Allah haram etmişdir. Ümumiyyətlə ağlı, zəkanı, zehni korlayan hər şeyi Rəbbimiz qadağan edir. Amma bunun əksini ağla fayda verən, belə deyək, faydalı elmi, düşünməyi, təfəkkürü isə daim təşviq edir. Dördüncü, namusun və nəslin qorunması. Ailə cəmiyyətin əsasıdır. Ailə dağıldıqda cəmiyyət dağılır. Bu səbəbdən İslam nikahı, evliliyi halal etmişdir. Zinanı isə haram buyurmuşdur. Ona görə də Allah insanları abır həyyat çağırır, kişi üçün də, qadın üçün də geyim hədləri təyin eləyir, iffəti qorumağı əmr eləyir, ümumiyyətlə evliliyi asanlaşdırır. Adicə ailəyə sadiqlik, valideyn məsuliyyəti, uşaqların düzgün tərbiyəsi, bunların hamısı nəslin qorunmasına xidmət eləyir. Beşinci və sonuncu, malın qorunması. İslam insana halal qazanmağı əmr eləyir. İnsanların mallarını haqsız yerə almağı, yeməyi, qəsb etməyi haram buyurur. Ona görə də oğurluq, rüşvət, fırıldaqçılıq, faiz, yetim malı yemək, israf kimi əməllər qadağan edilmişdir. Həqiqətən, İslam insanlara çətinlik gətirmək üçün nazil olmamışdır. Əksinə, onları qorumaq üçün gəlmişdir. Şəriətin hökmlərinin arxasında böyük hikmətlər vardır. Bəziləri fərdi, bəziləri ailəni, bəziləri də bütün cəmiyyəti qoruyur. Ümid edirəm ki, faydalı oldu. Allah'a emanet olun.